Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Fevralın 1-də Bakılov Dəmiryolu stansiyasını metronun Neftçər stansiyası ilə əlaqələndirən 76 nömrəli və Qaraqarev stansiyası ilə əlaqələndirilən 78 nömrəli şəhər daxili marşrutları üzrə müasir avtobuslar fəaliyyət göstərəcək. Yəni bugündən xəbər verilir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ayına məlumat yayıb. Bildirilib ki, avtobuslar və ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gediş haqqı 50 qəpik müəyyən edilib. Ölkəmizə xeyirli olsun. Bakıda qeydiyyatdan keçən sürücülər Sumqayıtda qeydiyyatda olanlar isə Bakıda sərnişin götürə bilmirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün yeni qaydalar narazılığa səbəb olub. Qiymətləri isə bir neçə dəfə artıb. Xəbər verilir ki, taksi sürücüləri artıq Bakıdan kənar istənilən bölgədə fəaliyyət göstərmək üçün həmin ərazi üzrə ayrıca buraxılış kartı almalıdırlar. Yeni tələblərə əsasən, əgər sürücü Bakıda qeydiyyatdan keçibsə və Sumqayıtda sifariş aparırsa, əks istiqamətdə, yəni Sumqayıtda sərnişin götürmək üçün bu şəhər üzrə də buraxılış kartı olmalıdır. Əks halda sürücü həmin ərazidə fəaliyyət göstərə bilməyəcək. Sürücülər deyirlər ki, ərazidən digərinə sərnişin aparan taksi mütləq dolu qayıtmalıdır. Əks halda bu avtomatik olaraq qiymət artımına səbəb olur. Hazırda isə qiymətlər artır. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qanuna əsasən taksi minik avtomobillərlə sərnişin daşımalar yalnız buraxılış kartından göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə inzibati xətalar məcəlləsinə əsasən sürücülər 50 manat məbləğində cərimə edilə bilər.